Check this out. Rəssamlıq sənəti insanın mənəvi aləmini cəmiyyətə çatdıran estetik yaradıcılıqdır. Tanınmış rəssam Mehriban Alışovanın əsərlərində bu estetika daha qabarıq görünür. Hər bir rəssamın arzusudur ki, sərgilərdə iştirak eləsin. Beynəlxalq sərgilər daha vacibdir. Mən rəngkaram, yağlı boya ilə işləyirəm. Mənim emalatxanamda görürsünüz ki, dekorativ tətbiqi sənətə aid qaşla, daşla, cürbəcür materiallarla mənim əsərlərim var. Sulu boyanın da öz texnikası var. Və ona görə mən hal-hazırda sulu boya texnikasını öyrənirəm. Belə getsə mən heykəltaraşlığı da öyrənəcəm. Bircə o qalıb. Mehriban Alışova son aylar ərzində bir neçə festival və sərgidə yaxından iştirak edib. Amerikada mədəni diplomatiyaya xidmət edən incəsənət sərgisinin açılışındakı iştirakı isə onun üçün xüsusi yadda qalan olub. Amerikada BMT platformasında bizim möhtəşəm sərgimiz baş tutdu. Təsəvvür eləyin, orada bütün ölkələrin nümayəndələri gəldilər ora, baxdılar, maraqlandılar. Azərbaycan onlara maraqlı idi. İnsanda o qədər belə qürur hissi oyanır ki, gəlirlər, baxırlar, soruşurlar. Əsasən sərgilərin məqsədi mədəniyyətlər arası dialoqun inkişafı deməkdir. Bu günlərdə Türkiyədəki sərgidə iştirak edən rəssam böyük təəssüratlarla ayrılıb. Türkiyənin Giresun şəhərində baş tutdu bizim festival. Bütün dövlət rəsmləri, Giresun bələdiyyəsi, Giresun kaymakamlığı, Milli Öyrətim Mərkəzlərinin rəhbərləri, onlar da gəlmişdilər. Axın çox idi, çox maraqlı idi. Çünki həm yenidən məni dəvət elədilər Akçakoca şəhərinə, orada beynəlxalq sərgiyə və ora mən dəvət aldım. Çox yüksək səviyyədə qonaqlanma oldu. Sadəcə mən birinci niyə Türkiyəni seçdim? Çünki Türkiyə bizim qan bir, can bir, belə din bir bizim qardaşlarımızdır və orada mən rahatam. Bu hələ son deyil. Bundan sonra mənim bir çox yerlərdən təklif almışam və hal-hazırda əlimdə işlər görürəm ki, həmin festivallarda iştirak eləyim, hazırlaşıram. 3 dənə, 4 dənə belə mənim beynəlxalq sərgilərim var, gedəcəyəm. Ümumiyyətlə rəssamın arzuları bitib tükənmir.